Mən Sumqayıt şəhər sakiniyəm. 22 saylı orta məktəbdə gözətçi işləyirəm. Bu günlərim burada bir ibtidai sinif müəlliməsi var. Yaltaq adamdır. Səfərova Tahirənin sözü ilə götürüb mənim əleyhimə qol çəkib. Qanunsuz qoldur ya. Yəni bunun indi araşdırması olacaq, bunun üzləşməsi olacaq. Səfərova Tahirə vəzifəsindən sui-istifadə etdiyinə görə cavab verəcək. Yəni bunlara ancaq savadsız adam deyə bilərəm də. Yəni bunları təzədən aparıb yoxlamalıdırlar ki, bunların savadı hansı dərəcədədir. Yəni bir adamın ki hüquqdan, bir adamın ki kitabdan başa çıxmaya gəl oturur orada müəllimlik eləyə. Bunun müdrəsi də ki özü kimi öz ağılda buna dərs deyib qol çəkdirib. Deyirəm, niyə qol çəkmirsən? Deyirsən, çünki məktəbi TikToka qoymusan. Məktəbi deyir, TikToka qoyduğuna görə sənə qol çəkmişik. Siz düzgün adamlar olardınız, TikToka da çıxmazdınız. Mən ölkəmin rəhbərliyinə, dövlətimə müraciət eləmişəm. Mən sizi TikToka qoymamışam ki, sizin əməllərinizdən xalqımın, dövlətimin xəbəri olsun demirəm, bunu eləmişəm. Mənim əleyhimə nəyə qol çəkirsən ki, məktəbin qeydinə qalardın da, bir simistiter sınanda ay müəllimə, heç olmasa 10 manat verərdin, bir simistiter qoyardın ora. Axşamacan uşaqlardan pul yığdırır Tahirə sizə. Nə bilim, nəyə pul, nə fonduna pul, ora pul, bura pul, məktəbin də vəziyyəti tamamilə ortadadır. Belə saxladı da Səfərova. Səfərova yığdı, mülklər yığdı, uşaqlarına şərait qurdu, dövlət malın özünə cüzdan kimi, kaşilok kimi istifadə elədi. İndi onu TikTokda işıqlandırdım ki, xalq, dövlət görsün, mənim əleyhimə qol çəkirlər. Nə bilirsiniz, eləyin. Qurban olum Allaha, haqqın yolu uzundur, ancaq gedib mənzil başına çatır. Siz narahat olmayın. Haqq öz yerini tapacaq. Mənim Rəbbim var, mən Rəbbimi sevirəm, Rəbbim də məni sevir. Allah mənə kömək olacaq. Allah